Ağdam rayonunun Əlağalı kəndi. Əlağalı kəndinə ilkin qayıdışımız baş tutdu. Onlar kimsə yadımdan çıxar. Bundan hamısını deyəcəm. Hacı müəllim, Alxas müəllim, Əmmər müəllim, Dünyat müəllim, Sərdar müəllim, Məhəmməd müəllim, Məndər müəllimə, Şövkət müəllimə, Şəfiqə müəllimə, Temir müəllim, İbrahimov Şura müəllim, Cəfər müəllim, İbat müəllim, Böyük Tahir, hərbi vətənpərvərliyin simvolu, İbat müəllim, Soltan müəllim, Ali müəllim, Allah rəhmət eləsin, ən zarafatçı müəllimimiz, İbrahimov Şura müəllim, Dedi İbrahimov Şura müəllim, Quliyev Surkay müəllim, Surkay müəllim, dil ədəbiyyat müəllimimiz. Onların hamısının bizim həyatda mövqe tutmağımızda, vətəndaş mövqe tutmağımızda, çörək qazanmağımızda bir sürü hörmətləri var. Allah onların hamısına rəhmət eləsin. Qəbirlərin nurları, onların da ruhu bugün şaddır. Bilirsiniz, təkcə canlı insanlar həsrətin dərdini çəkmir. O qəbirstanlıqdakı insanların ruhu bizdən də çox, biz kənarda çəkmişik, onlar da əsarətdə çəkir. Onların ruhuna murdar nəfəs çəkir. Kəndimizin əsrlər boyu müqəddəs yeri, ziyarətgah sayılan Əli Pəncəsi ocağının yanındayız. Buranı biz tanıyırıq, amma bu yoldan gündə nə qədər qonaqlar gəlib gedir, bu ocağın harada olduğu yerini bilmirlər. Elə qərara gəldik ki, bu ocağın işarəsini burada bastıraq. Tək bu kəndin insanları deyil, buradan keçən qonaqlarımız da bilsinlər ki, burada bir müqəddəs ocaq var. Bu təsdiqi tapmış bir ocaqdır. Uzun illər bu ocağa niyyətlər tutulub. Niyyətlərin çoxu da demək olar ki, hamısı da hasıl olub. İnsanlar qurban deyiblər bu ocağa. Gətirib o qurbanların kəsiblər. Ancaq 30 ildir ki, bu ocaq burada ziyarətə də həsrət idi. Burada qurban kəsilməyə də həsrət idi. İnşallah bugündən sonra insanlarımız niyyət də tutarlar. Qurban da kəsərlər. Niyyət tutanların niyyəti hasıl olsun. Qurban kəsənlərin də qurbanları qəbul olunsun. Amin.